Günlər keçdi, aylar atlıyor. Qarabağın göllərinə qışda çişmiş, yazda yaşıl ot verdilər. Çəmənlərdə gəzdirdilər. O yemədi, o içmədi. Arıqladı o günbəcün, xifətini çəkirdi ar. Kah qulağın cıdır. Şeydi kim yazıb? Bəxtiyar Vahabzadə. Milli dəyərlərimiz var. Mənim xalqım da öz tarixi keçmişi ilə, qədim abidələri ilə çox tanınır. Qız qalası, İçəri şəhər, Əlincə qalası, Şuşa qalası. Yəqin ki, bu haqda mən sizə məlumat vermişəm. Dərsliklərinizdə də var. Baxın, milli geyimlərimiz və əl toxuması ilə olan bir-birindən gözəl, naxışlı, keçmişimizdən bu günümüzə qədər gəlib çatan xalçalarımız hələ də hər evdə istifadə olunur. Yəqin ki, hər evdə, hər bir ailədə o xalçalardan var. Bizim davalımız üsül kimi muğamlarımızın, sevgahlarımızın zəngin xəzinəsidir. Milli dəyərlərimiz olan milli qəhrəmanlarımız Mübariz İbrahimov, Polad Həşimov və bir çox şəhidlərimiz, bir çox milli qəhrəmanlarımız bizim milli dəyərlərimizdir. Sonra Azıq mağarası qədimi abidələrimizdəndir. Sonra Qobustan qayalıqları qədimi abidələrimizdəndir. Göyçayda olan, məsəl üçün deyək, məscidimiz bizim milli qədimi abidələrimizdəndir. Milli bayramlarımızdan Novruz bayramı bizim milli bayramımızdır. Görürsünüz uşaqlar. Sonra nəyə deyə bilərik? Milli yeməklərimiz, bax, plov bizim milli yeməklərimizdəndir. Süfrələrimizin şahı hansı yeməkdir? Plovdur, eləmi? Yəni Azərbaycanın qədim tarixə malik bir xalqdır. Azərbaycanın tarixi çox qədim yerlərə, qədim tarixlərə gəlib çıxır. Yəni mən neçə gündür sizə izah edirəm ki, bizim milli dəyərlərimiz hansılardır? Mövzularımız, milli dəyərlərimiz haqqında bizə az da olsa dərsliklərimizdə məlumat verir. Yəni mən sizə izah eləmişəm. Yəqin ki, bu milli dəyərlərimizi, tariximizi heç vaxtı unutmayacaqsınız. Yəni bu milli dəyərlərimizi qorumaq, nəsildən nəslə keçirmək, ötürmək lazımdır.